Və sonra müəllif rahimehullah burada buyurur ki, sonra axırıncı fəsildir, bu artıq axırıncı fəsil. Buyurur ki, Babu məcə fi qavlillahi ta'ala və mə qadarullaha, onu oxuyalım. Zümər 67. Ozan demişəm, Quranın məalı. O tərəfdə görsənə verir. Hə. Və mə qadarullaha haqqa qadrihi vəl-ardu cəmiən qabdatuhu yevməl qiyamə. Müəllifə fikir versəz, rahiməhullah, indi Allahın əzəmətliyindən danışacaq. Yəni, elə bir ki, axırıncı fəsildir, Allahın əzəmətliyinə həsr edir. Yəni, gör, sən necə elm öyrəndin? Necə elm öyrəndin ki, o elm bu əzəmətli xaliqə aiddir. Ona görə indi bir dənə bu fəsildən bu kitabı bağlayır. İndi bu ayəni getirir. وَمَا قَدَرُ اللّٰهَ حَقَّ قَدْرِهِ وَالْأَرْضُ جَمِيعًا قَبْضَتُهُ يَوْمَ الْقِيَامَةِ وَالسَّمَاوَاتُ مَطْوِيَّاتٌ بِيَمِينِهِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ. Onlar Allahı layiqincə qiymətləndirmədilər. Onlar Allahı, yəni müşriklər, yəni layiqincə əzəmətləndirmədilər. Yəni müşriklər. Yəni şirk Allahı əzəmətləndirməməkdir, alçatmaqdır. Halbuki qiyamət günü yer bütün quşların ovcunda olacaq. Allahın ovcu var. Ovcu. Göylər isə onun əli ilə büküləcəkdir. Əli ilə büküləcək. O pakdır, müqəddəsdir və onların ona qoşduqları şəriklərdən ucadır. O pakdır və müqəddəsdir. Bəli. Və yəni onlar ki, müşriklər ki, Allah'a şərik qoşurlar, heç müqayisə olunmazdır. Ona görə müəllif burada bu ayəni gətirəndən sonra bir neçədən hədis gətirib. Hədislər ümumən mənası bir-birinə yaxındır. Ona görə İbn Məsudun radiyallahu anh'ın rivayətində deyir ki, وَجَاءَ حَبْرٌ مِنَ الْأَحْبَارِ ilə Rasulillah sallallahu aleyhi ve sellem belə qalxına. Deyir ki, İbn Məsud deyir ki, radiyallahu anh'ıma Peyğəmbər sallallahu aleyhi ve sellem bir alimlərdən biri gəldi, Yahudi alimlərindən. فَقَالَ يَا مُحَمَّدْ sallallahu aleyhi ve sellem اِنَّا نَجِدُ أَنَّ اللّٰهَ يَجْعَلُ السَّمَاوَاتِ عَلَى إِسْبَعْ وَالْأَرَاضِينَ عَلَى إِسْبَعْ وَالشَّجَرَ عَلَى الْإِسْبَعْ وَالثَّرَى عَلى الْإِسْبَعْ وَصَائِرِ الْخَلْقِ عَلى إِسْبَعْ فَيَقُولُ أَنَا الْمَلِكُ فَضَحِكَ النَّبِيُّ صلى الله عليه وسلم حتى بدأت نواجذه تصديقا لقول الحبر ثم قرأ وما قدر الله حق قدره والأرض جميعا قبضته يوم القيامة الآية. Yəni Məsudun rivayətində deyir ki, Yahudilərdən bir alim gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yana, deyir ki, ya Muhammed sallallahu aleyhi ve sellem, biz oxuyuruq, yəni Tevratdan danışır. Yəni biz kitabımızda oxuyuruq ki, Allah Teala göyləri bir barmağında, qiyamət günü bir barmağında olacaq. Yerlər bir barmağında, ağaclar bir barmağında və başqa bütün məxluqlar bir barmağında. Və deyəcək ki, mənəm padişah, mənəm bugün padişah. Peyğəmbər sallallahu aleyhi ve sellem gülümsədi, hətta arxa dişləri görsəndi. Yəni, ravi deyir ki, təsdiqən li qavlil həbr. Yəni, təsdiq, onun dediyini təsdiq elədi. Yəni, bunu göstərir ki, əhli kitabda bəzi şeylər var ki, onlar düzdür. Aydındır, necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem gəlib əhli kitabdan biri dedi, əhli kitabdan Peyğəmbər sallallahu aleyhi ve sellem biri dedi və təsdiqlədi. Lakin söhbət burada nədən gedir, qardaşlar? Allah subhanahu ta'ala barmaqları var. Var. Ocu var. Necə ki, Quran-ı Kərimdir. Ocu var. Əli var. Barmaqları var. Aydındır. Özdə bu hadislərdir. Səhiddir, qardaşlar. Buxari, sonra Muslim. Hədis səhiddir. Allah subhanahu barmaqları var. Və qiyamət günü hərəsi o yerlər, göylər bir barmağında və s. olan içində var hər şey. Sadəcə barmaqların sayında dəqiq bilinmir.
Çünki bəzi rivayətlərdə 3 gəlib, bəzi rivayətlərdə 4 və s. Biz sadəcə nə edirik? İspat edirik ki, Allah Subhanahu taala ocu var. Necə ki, ayədədir o. Daha fırlatmadıq ki, bu yəni Allah Taala'nın mülküdür və s. Necə ki, başqa məna verənlər belə deyiblər ki, qorxublar ki, oxşadacaq. Bu oxşatmağa gelmir. Allah Subhanahu taala isim və sifətləri var, sifətləri və biz 4 dənə qaydanla ispat edirik. Burada heç bir oxşatma yoxdur. Və qorxma. Demək ki, Allah Taala ocu var. Allah Taala özü deyir. Necə ki, Zümər neçə? 67. Və həmçinin Buxari, Müslimdə gəlib ki, barmaqları var. Necə ki, oxuduq. Və həmçinin müəllif rahmehullah, yəni bunu göstərir ki, Allah Taala əzəmətliyin. Əgər göylər, yerlər bir barmağında. Gör, Allah Taala necə əzəmətlidir, böyüdür. Fikir versən, yəni müəllif ona görə kitabı bu cür xətm edir. Bu babla, bu fəsillə. Çünki buna oxşar yenə hədislər gətirir. Sonra başqa hədisdə bu İbn Məsudundur. Sonra başqa hədis gətirir. Deyir ki, və fi rivayətil Muslim. Və Muslimdə gəlir ki, vəl cibəlu və şəcəru alə isbi. Yəni dağlar, ağızlar bir barmağında. Sümmə yəhuzzuhun fəyəqulu ənəl məlik, ənəllah. Sonra deyir, tərpədəcək və deyəcək, mənəm padişah, mənəm Allah. Və başqa rivayətdə gətirir ki, vəlil Buxari. Buxaridə başqa rivayətdə yəcəlus səmavati alə isbi. Vəl-mə'u və thəra alə isbi. Və sairil xalq alə isbi. Yəni, yenə yəni yerlər bir barmağında, göylər bir barmağında və başqa məxluqlar bir barmağında. Həmçinin Müslimdə gəlir ki, İbn Ömərdən, hamısı səhih hədisdir. Mərfu'an yatvillahu s-səmavati yevməl qiyamə thumma ya'khudhuhunna bi yaminihi bi yadihil yumna. Burada biraz artıq var söz. Yəni sağ əlində tutacaq. Allah Subhanahu taalanın 2 əli var. 2. Və deməli, daha hədis qutaraq. Thumma yaqulu ana'l malik, sonra deyəcək mənəm padişah. Eynəl cəbbarun, hanı təkəbbürlər? Hansı ki burada təkəbbürlü idilər. Eynəl mütəkəbbirun, hanı yenə təkəbbürlər? Thumma yatfil aradinə səba. Thumma yaxuduhunna bişimalihi, sonra deyir sol əlinə götürəcək. Bu hədis ispat edir ki, Allah Taala'nın 2 əli var, sol da var. Çünki bir hədisdə gəlib ki, Allah Taala'nın 2 əli də sağdır. Yəni, bu mənası birisi nədir? Bu mənası o deməkdir ki, bizdə necədir? Məxluqlarda. Sağ soldan nədir? Üstündür. Sol aşağıdır sağdan. Amma Allah Subhanahu taala şey yoxdur. Allah Subhanahu taala 2 əli var, sağ, sol, ikisi də bizdə kimi deyil. İkisi də birdir. Yəni, sağ onda üstün deyil soldan. Bizdə hə. Aydın qardaşı o mənada. Çünki hədis necə səhihdir, Müslimdə deyir ki, və sol əli ilə. Bu isbatdır ki, sol əli var. Lakin ikisi də birdir, sağ kimi. Amma bizdə yox. Bizdə sağ, soldan üstündür. Aydın qardaşlar, yenə görsəlir ki, hədisdə 2 parmaqları var. Və həmçinin İbn Abbasın rivayətində deyir ki, Məs-səmavatü səbo və lə-aradunə səbo fi kəffir rəhmən illə kəxardəlin fi yedi əhədikum. Yəni, balaca bir şey kimi. Yəni, xardəl, yəni yerlər, göylər deyir, Allah Subhanahu taalanın barmağında olacaq. Elə bir ki, xardəl balaca bir dənə bitkidir. Ona ərəblər misal çəkəndə bir balaca bir şeyə o günü misal gətirirlər ki, o boyda. Necə bizdə misal məsələn nəyə gətirirlər? Məsələn, tutaq ki, qarışqa boyda. Hə. Elə bir bitkidə ərəblər misal gətirirlər, o balaca bir şey kimi. Yəni, Allah Subhanahu barmağında o göylər hamısı o bitki misalında olacaq. Gör, Allah Taala necə əzəmətlidir. Və sonra deyir ki, və qalə İbn Cərir, yəni təfsirçi. قال حدثني يونس أخبرنا ابن وهب قال ابن زيد حدثني أبي قال رسول الله صلى الله عليه وسلم ما السماوات السبع في الكرسي إلا كدراهم 7 ألقيت في ترس وقال أبو ذر رضي الله عنه سمعت رسول الله صلى الله عليه وسلم يقول ما الكرسي في العرش إلا كحلقة من حديد ألقيت بين ظهر فلات minəl ard. Sonra kürsüsünə toxunur. Allah Subhanahu taalanın o rivayəti gətirir. Allah Taala'nın kürsüsü, ərşi daha doğrusu ərşi kürsüsünə misalında, yəni çox balacadır.
kürsi ərşin misalında çox balacadır. Əgər ərş nə boydadırsa, gör Allah Subhanahu taala nə boyda əzəmətlidir. Və sonra həmçinin başqa rivayətdə gətirir ki, təbii ki, biz hələ belə keçirik ya, qardaşlar, oxuyuruq yəni. Çünki axırıncı fəsildə Şeyx Rahimullah çox hədis gətirib biraz. Hələ qıssa toxunuruq. İbn Məsuddan sonra İbn Məsuddan da gör neçə hədis gətirir. İbn Məsuddan da bir rivayət gətirir ki, Beynə səmai dünya və leti təlihə xamsəmi amin. Yəni bu göylər ki, göylərin əzəmətliyini danışır. Birdən eşidən desə ki, nə boyda balaca göylər də bir barmağında. Ne deyir ki, hər o qatlar ki var, mərtəbələr, hər mərtəbənin arasında da 500 illik yoldur. Yəni əzəmətlidir. İndi keçir məxluqların əzəmətliyini göstərir. Əgər məxluqlar gör necə əzəmətlidirsə, gör Allah Subhanahu necə əzəmətlidir. Əgər bu boyda məxluqlar onun bir barmağında heç nədirsə, balaca bir dənə bitki misalındadırsa, gör Allah Subhanahu necə əzəmətlidir. Aydındır, uzun hədisdir. Və sonra yenə İbn Abbasın, İbn Abdülmuttalib rivayətini gətirir. Yenə o mənada məsafələri qeyd edir və bununla müəllif rahimehullah rahmətən vasiyə qutarır kitabın və elhamdülillah yəni nəsib oldu. Yəni kitabı qutardıq demək olar. Demək olar həqiqətən də qutardıq kitabı da, heç nə qalmadı. Və Allah Subhanahu taala yəni bizi eşidib faydalardan etsin. Yəni ona görə müəllif fikir versiniz, Allah Taala əzəmətliyinə necə hədislər gətirdi. Yəni biz o Allahı öyrəndik, ona aid olan elmə öyrəndik, ona necə münasibət olmaq lazımdır, onu öyrəndik. Və nə onu o sevir və nəyi sevmir, necə ona yaxınlaşmaq lazımdır və nələr etsə yaxınlaşacaq və nələr etsə uzaqlaşacaq. Və o məsələləri bizi öyrəndik, elhamdülillah. Allah Subhanahu taala yəni bunu xalis onun üçün yazsın, yəni ixlas olsun qəlbimizdə hamımızın, yəni eşitməkdən və ya riyakarlıqdan uzaq etsin hamısını. Allah Subhanahu taala bizi sabit eləsin. Assalamu aleykum.